Yer çərşənbəsi təbiətin canlanmasını, ona verilən nəfəsi və ruhu simvolizə etməkdir. Xalqımızın yaz fəslini qarşılaması bayramlarla müşayiət olunur. Bahar bayramı olaraq əsrlərlə xalqımız əhval-ruhiyyəsi yüksək şəkildə qeyd etdiyi Novruz bayramı öncəsi 4 il axır çərşənbə qeyd edir. Böyük bayrama hazırlıqlar görülür. Bu hazırlıqlar 4 çərşənbədə hissə yerinə getirilir. 4 çərşənbənin hər birinə aid bir bayram adət-ənənəsi var. İlaxır çərşənbələrin sırasında yer tutan 3-cü çərşənbə isə yel çərşənbəsidir. Yel çərşənbəsi yaradılışın əsasında duran ilk 4 ünsürdən biri olan küləyi, yəni havanı simvolizə edir. Qədimi görüşlərə görə bahar bayramındakı böyük dirilişə qədər 4 əsas ünsür yaradılır. Su və od yaradıldıqdan sonra isə yer yaradılıb. Suyun, odun və havanın hər birinin bir yaradılış başlanğıcı olaraq qəbul edilməsi onlara müqəddəslik məzmununu qazandırır. Yel çərşənbəsi çərşənbələrin üçüncüsüdür. O, xalq arasında külək oyadan çərşənbə, küləkli çərşənbə və yaxud da yelli çərşənbə adı ilə də tanınır. Mövsüm mərasimləri içərisində yel çərşənbəsi də qeyd olunmuşdur. Bu çərşənbədə bir sıra fallar, sınamalar icra edilmişdir. Yer çərşənbəsində qapı pusma adəti, üzük falı kimi adətlər də mövcuddur. Bu çərşənbədə tonqal qalanmaz. Gəlin bir neçə yellə bağlı atalar sözlərini dinləyək. Yel qayadan nə aparar? Yellə gələn sellə gedər. Yel əsib, qoz tökülüb. Tapmacalar. Hər yan ələk-vələkdir. İsti tamam kələkdir. Dəyirmana can verər, xırmana da gərəkdir. Yel çərşənbəniz mübarək.